İnana bilirsiniz, axırıncı dəfə keçən il təmizlik eləmişəm. Yeni ilin zarafatı bir yana, səhər oyananda heç də xoş bir mənzərə ilə qarşılaşmadım. Dünən axşam rəfiqələrim bizə qonaq gəlmişdi. Biz də doyunca yedik, güldük, əyləndik və iş təmizləməyə qalanda isə çox yorulmuşdum. Ona görə də saxladım ki, səhər oyananda təmizləyərəm. Təbii ki, işi sabaha qoymaq heç də yaxşı deyilmiş. Çünki səhəri belə mənzərə ilə açmaq heç də xoş deyil. Hər nəsə dəynə-dəynə stolun üzərinə yığışdırdım və keçdim mətbəxi təmizləməyə. Burada da məni bir sürü sürpriz gözləyirdi. Şirniyyatı tərgidiyim üçün artıq masanın üzərində olan bütün şirniyyatları bir-bir yığışdırıram ki, görəndə nəfsim çəkməsin. Bu arada şirniyyatı tərgidə bilmək 2025-ci ildə əldə etdiyim ən böyük uğurlardan biridir mənə görə. Soruşsanız ki, niyə? Çünki mən həddindən artıq çox şirniyyat bağımlısı idim və gün ərzində yemək yeməsəm belə mütləq şəkildə şirniyyat qəbul edərdim. Və bu da məni gün ərzində çox ağır hiss etdirirdi. Ona görə də bir dəfəlik şirniyyatı tərk etdim. Və yeni ildən etibarən isə ağ çörəyi tamamilə çıxardım. Onun yerinə isə dietik olan qara çörəkdən istifadə edirəm və yavaş-yavaş isə qəbul etdiyim yeməklərdə fikir verməyə başlamışam. Bunun səbəbi təbii ki, arıqlamaq deyil və ya diyeti saxlamaq deyil. Sadəcə olaraq mən özümü gün ərzində daha çox gümrah hiss etmək istəyirəm və irəliləyişi də sizinlə təbii ki paylaşacağam. Soyuducunu da təmizləyib bitirəndən sonra keçdiyim qabları yumağa. Dünəndən qalan qablar var idi deyə işim ona görə çox uzadı. Sizi bilmirəm, amma mən nədənsə çox qab olanda onları yumağı sevirəm. Yəni 1-2 dənə qab olanda heç həvəsim gəlmir onları yumağa. Qabları da yuyub bitirdim. Ardınca da paltaryan maşınından geyimləri götürüb həyətə düşüb onları günəşdə sərdim ki, tez qurusun. Bu arada qar yağmasına baxmayaraq bu gün hava çox qəşəng idi. Mənim elə ən çox belə günəşli havada işləmə həvəsim artır. Həyətdəki işləri də bitirdikdən sonra evə qalxdım və evdə qalan xırda təmizlik işlərini həyata keçirməyə başladım. Bu arada sizinlə bunu da bölüşüm ki, 2025-ci il mənim üçün çox unudulmaz bir il olaraq keçdi. Həm çox təcrübə qazanmış oldum, həm özümü həm yeni sahələrdə, həm də ki sevdiyim sahələrdə sınaya bildim. Əlavə gəlir sahələrimizi çoxaltdıq və özümü daha çox inkişaf etdirə bildim. Əslində hər kəsə tövsiyəmdir, bacardığınız qədər özünüzü fərqli sahələrdə inkişaf etdirin. Amma əsas məsələ düşüncənizdən başlayın. Nə qədər ki düşüncə tərziniz fərqli olarsa, o qədər də fərqli qapılar və sahələr sizə hər zaman açıq olacaq. Özünüzə və gələcəyinizə yatırım etməyi əsla unutmayın. Və sizin üçün 2025-ci il necə keçdi? Yorumlarda fikirlərinizi gözləyirəm. Növbəti və daha maraqlı vloqlarda görüşənədək.